Yema xanım, mənim iki bacım çox kinli və paxıl olduğundan mənimlə danışmırlar. Nə edim? Sən yaxşılığından qal. Sən bağışla, bunlara pis baxma. Ya Rəbbim, bu imtihan sənə xoş, mənə qəbul. Çünki unutmayın, Allah bəndənin əli ilə və ev əhli ilə sınağa çəkib imtihan edir. Görürsən, sən bacılarından çəkirsən. Adam var qaynanasından çəkir. İnsan var gəlindən çəkir. Adam var qardaş qardaşdan çəkir. Ata oğuldan və ya oğul atadan çəkir. İnsanın düşməni ev əhli olacaq yazılıb. Buna pozu yoxdur. Əgər bunlar, bu qarşı durmalar olmasa, bəs bu yazılar nə ilə təsdiqini tapar? Onda kitab deyil. Şükürlə qəbul edirəm. Şükürlə qəbul et. Bir qəlb sevindir, qəlbində Rəbbinə sığın. Ya Rəbbim, harada səhv etmişəm, harada qınağamı yol vermişəm, mənim bacılarım mənə düşmən kəsilib. Sənə sığınıram, onların sevgisini, onların qayğısını, onların mənə qarşı sayğısını səndən diləyirəm. Harada səhv etmişəm, məni bağışla, qəlbindədir. Mən yalnız yolunu göstərə bilirəm. Amma falçılıq edəmirəm Allah. Yəni, bunu səndə bərp edə bilmərəm mən. Çünki mən eşitdirirəm, necə deyir müqəddəs kitabda deyir ki, qulağı olanlar müqəddəs ruhun cəmiyyətlərə, yəni sizlərə nə dediyini dinləsin. Mən deyirəm, bu söz sənin qəlbinə düşür. Onu sənin qəlbində Rəbbim cücəldir və səni doğru yola yönəldir. Budur, mənim işim.